qızım da miopatiya, iflis xəstəsidir. Bir hərbiçi ailəsi kimi sizdən kömək istəyirəm. Gələcəyin 2 əsgərini böyüdürəm. Mən də balalarımı əsgər yola salmaq istəyirəm. Qalib Azərbaycan xalqından kömək istəyirəm ki, canlı şəhidin balalarına dəstək olsunlar. 4 uşaqdan 3-ü xəstədir. 3 uşağı xəstə olan hərbiçi ailəsi kömək istəyir. Ailə artıq övladlarının vəziyyətinin hər gün daha da ağırlaşdığını bildirir. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadan gəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2000 manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq. Artıq satmağa heç nəyimiz qalmayıb. Uşaqlar yalnız Almaniya və İsraildə sağala bilərlər. Bunun üçün də təxminən 75.000 dollar, yəni 127.500 manata yaxın pul lazımdır. Bu barədə uşaqların anası Rəmziyə Cəfərovun özündən daha ətraflı eşidək və Allah rızası üçün kömək edək. Cəfərova Rəmziyə, ailəliyəm, 4 övladım var. 4 övladımın 3-ü xəstədir. Bu 2 balam ürək qüsurludur. Bir qızım da miopatiya, iflis xəstəsidir. Xahiş edirəm ki, mənə də dəstək olasınız. Bir hərbiçi ailəsi kimi sizdən kömək istəyirəm. Dəstək olun bizə. Artıq 3 aydır ki, ev kirayəsini verə bilmirəm. Yoldaşımın maaşını da kredit götürmüş, uşaqlara görə kredit tutulur. İnan Allaha ki, bilmirəm, nə edeyim. Xahiş edirəm imkanlı şəxslərdən, Azərbaycan xalqından köməklik istəyirəm ki, dəstək olub bizə köməklik eləsinlər. Gələcəyin 2 əsgərini böyüdürəm. Mən də balalarımı əsgər yola salmaq istəyirəm. Ürək qüsurludular. Xahiş edirəm ki, dəstək olun, köməklik eləyin. Mən də balalarımı xilas eləyim bu xəstəlikdən. İmkanlı qardaşlarımdan kömək istəyirəm. Azərbaycan xalqından kömək istəyirəm ki, gəlin dəstək olun bizə, köməklik eləyin. Bax, bu kart da bizə aiddir. 54 11 24 98 13 42 56 96 Leo Bankdır. Xahiş edirəm imkanlı xalqımdan kömək istəyirəm. Qalib Azərbaycan xalqından kömək istəyirəm ki, canlı şəhidin balalarına dəstək olsunlar.